Şanı görək onları başlayır və faiz istiqamətini yerdə qalır və hakim cərmə zərbəsi təyin edir. Moy komandası cərmə zərbəsindən topu oyuna daxil edəcək. Rəfail Əfəndiyev yerdə qaldı, amma ayağa qalxaraq görüşü davam etdirir. Topun gerisində Yusuf Ələkbərli var, komandanın 16 nömrəli futbolçusu. Hakimin işarəsindən sonra belə işarə gəlir qapı istiqamətinə. Zərbə və top qapıdadır. Gözəl gol vurulur Moy komandası cərmə zərbəsindən. Hesabatçı Yusuf Ələkbərli çox gözəl zərbə ilə topu bu cür qapıdan keçirir. Qarşılaşmanın 14-cü dəqiqəsində Moy hesabatçı vurulan golun təkrarını izləyirik. Qapıcı bu topu ikisidə Yusuf Ələkbərli cərmə zərbəsindən baxımlı qola imza atmışdı. Bəli, bu dəfə də topun gerisində məhz Yusuf Ələkbərlini görürük. Görək ilk hissədəki zərbənin təkrarını edə biləcəkmi? Hakimdən işarə gəlir, Yusuf diqqətli topa yaxınlaşır, qapı istiqamətinə zərbə və gol! Eyni gözəllikdə gol vurur. Yusuf, sən nə edirsən axı? Sən Del Piero'san mı? Beckham mi? Bu nə qollardı vurdun? Sadəcə fantastika, möhtəşəmsən. Gözəl qol, hər iki qol baxımlarla cərmə zərbəsindən. Yəqin ki, bu qollar sosial şəbəkələrdə trendə çevriləcək. Görüntü olmasaydı heç kim inanmazdı başlığıyla.